Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin el mukarramin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Qala Allahu Teala fi muhkemi kitabih. Huvel evvelu vel ahiru vel zahiru vel batinu ve huve li kulli şeyin alim. Amenne billah ve sadakallahul aliyyul azim. Allah Teala Hadid suresi 3. ayette buyurur: Huvel evvelu vel ahiru vel zahiru vel batin. O evveldir, ahırdır, zahirdir, batindir. Ve huve bi kulli şeyin alim. O her şeyi bilendir, her şeyden haberdardır. Bildiğiniz gibi Ramazan günü, gün ortalar biz Allah-u Teala'nın sıfatları barədə söhbət edirik. Bugünkü söhbətimiz de Allah-u Teala'nın evvel ve ahir, zahir ve batin adları ile bağlıdır. Allah'ın adlarından biri de nedir? El-evvel vel-ahir ve hatta el-zahir vel-batin ki bu ayede bu dört ad, bu dört isim bir yere cəm olubdu. Çünkü Allah-u Teala kamil bir varlıqdır, mütləq bir varlıqdır. Evvel ve ahir ifadesi Allah'ın əzəliyyətinə və əbədiyyətinə dəlalət edir. Yani Allah'ın varlığı əzəldəndir, sonsuz varlıqdır, əzəldəndir və əbədi də davam edəcəkdir. Necə ki, İslam filosofları deyir, vacibil vücuddur. Yəni varlığı öz zatındandır, varlığı başka bir kənardan olan bir səbəbdən deyil ki, onun əvvəli və ya sonu olsun. Əzəlidir və əbədidir. Zahir və batin ifadələri isə Allah'ın varlığının hər şey əhatə etməsinə dəlalət edir. Yani Allah bütün mevcudatlara nisbətlə, bütün yarattıkları nisbətlə onların hamısını əhatə edir və hər şeydən daha aşikardır Allah-u Teala. Çünkü bütün varlıqlarda Allah'ın əlamətləri, nişanələrin özünü göstərməkdədir. Elə bir varlıq yoxdur ki, Allah Teala'nın nişan ve əlamətlərini özündə göstermesin. Kur'an-ı Kerim'de de Allah Teala buyurur: "Senurihim ayatina fil afaq ve fi anfusihim hatta yetebeyyene lehum ennehu'l hak. Evelem yekfi bi rabbike ennehu ala kulli şeyin şehid." Biz öz nişanelerimizi insanın özünde ve varlık alemindeki nişanelerimizi insana göstereceği ta insana subut olacak ki hakikaten Allah haktır. Rabbin için bu yetmez mi ki o her şeyde müşahede olunur. Allah'ın nişaneleri, Allah'ın əlamətləri, ayələri, izləri her bir varlıqda öz əksini tapıbıdır. Bütün varlıqlar Allah Teala'nın əsəri olduğuna dəlalət eləyir. Elə bir məkan, elə bir yer yoxdur ki, Allah'tan xali olsun. Allah hər şey əhatə eləyibdir. Amma bunu ilə yanaşı Allah Teala hər şeydən daha gizlidir. Həm zahirdir, hər şeydə aşikardır və eyni zamanda zatı baxımından ki, Allah'ın zatı heç kəs üçün aşikar deyil, baxımından da batindir, Allah gizlidir. Ona göre de deyirlər ki, İnnallâhu Teala huvel evvelu bilel ibtida. Allah başlanğıc olmadan əvvəldir. Allah son olmadan axırdır. Adətən bir şey əvvəldirsə, başlanğıc ondan başlayır. Deməli, o da o başlanğıc nöqtəsindən əvvəl yox idi. Amma Allah barəsində bu cür deyilməz. Allah Teala əvvəldir, onun üçün başlanğıc yoxdur. Allah Teala axirdir, sondur, onun üçün son yoxdur. Və zahiru bilə iqtirab. Allah aşikardır, zahirdir, amma yaxınlıq, maddi yaxınlıq anlamında deyil. Vəl batinu bilə ihticab. Batindir, amma örtülmüş mənasında deyil, hicablanmış mənasında deyil. Bəzən də bu cür izah ediblər. Deyiblər ki, Allah zahir olanı da biləndir, ona görə zahir adı verilib Allah'a. Batin olanı, batində olanı da biləndir, ona görə də batin adı verilib Allah'a. Biz insanlar ve bütün məxluqlarda belə bir xüsusiyyət var ki, biz zid xüsusiyyətlərlə vəsf oluna bilmirik. Bir-birinə zidd olan xüsusiyyətlər mümkün deyil bizdə mövcud olsun. Məsələn, deyək ki, bir nəfər bir sıranın əvvəlindəsə, o sıranın axırında ola bilməz.
Sən sıranın əvvəlindəsənsə, məsələn namaz qılırıq. Sən birinci sırada dayanmısansa, sən axırıncı sırada ola bilməzsən. Və yaxud sən axırıncı sırada dayanmısansa, əvvəlki sırada ola bilməzsən. Məkan məhdudiyyətin var sənin. Eyni vaxtda sən orada ola bilməzsən. Çünki biz məhdud varlıqlarıq. Amma Allah Taala'nın sifətləri barəsində danışdıqda belə deyil. Məsələ fərqli olur. Allah Taala özündə təzadlı sifətləri də cəm edə bilir ki, Huvel əvvəl vəl-əxiru vəz-zahiru vəl-batin. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən belə buyurduğu nəql olunur ki, Allah Resulü buyurdu, Allahümmə entəl əvvəlu fəleysə qabləkə şey. İlahi, sən əvvəlsən, səndən öncə heç bir şey yoxdur. Və entəl əxiru fəleysə bə'dəkə şey. Sən sonsan, səndən sonra bir şey yoxdur. Və entəl zahiru fəleysə fovqəkə şey. Sən zahirsən, səndən üstün heç nə yoxdur. Və entəl batinu fəleysə dunəkə şey. Sən batinsən, səndən o tərəfə bir şey yoxdur. Həmçinin Əmir əl-Möminin Əli əleyhissalamdan nəql olunan bir hədisdə Həzrətin belə buyurduğu nəql olunur ki, Leysə li əvvəliyyətihi ibtidə. Allahın əvvəliyyətinin, yəni Allahın əvvəl olmasının başlanğıcı yoxdur. Və lə li əzəliyyətihi inqida. Allahın əzəli olmasının da sonu yoxdur. O əzəldən əvvəldir və sonu olmayan əbədidir, baqidir. Biz yadınıza gəlirsə, Coşan-ı Kəbir duası oxurduq Qədir gecələrində. Və o duada bu ifadələr də vardı. Ya mən qablə kulli şey, ya mən huvə bə'də kulli şey. Ya mən huvə qablə kulli şey. Ey, hər şeydən əvvəl olan, hər şeydən əvvəl sən varsan. Yəni, hansısa bir əvvəl fikirləşsən, Allah ondan əvvəldədir. Çünki bütün varlıqların yaradıcısı Allahdır. Ya mən huvə bə'də kulli şey. Ey, hər şeydən sonra olan Allah. Allah əvvəl və son olması məxluqata nisbətdədir. Allah üçün əvvəl və son yoxdur. Məxluqatın əvvəli Allahdır, ona görə Allah əvvəldir. Məxluqatın sonu da Allahdır, ona görə Allah sondur. Necə ki biz Quran-ı Kərimdə bu fikir çox sadə bir şəkildə izah olunur. Allah necə buyurur? İnna lillahi və inna ileyhi raciun. Hamımız Allah'ınıq və hamımız ona tərəf dönəcəyik, ona qaydacağıq. Başlanıcı da Allah'tandır, son da Allah'tandır. Bax, burada o ateistlərlə bizim fərqimiz ortaya çıxır. O materialist düşüncəsində olanlar, ateistlərə görə insanın nə əvvəli məlumdur, nə sonu məlumdur. Məsələn, bir ateistə soruşsan ki, varlığın əvvəli nədəndir, başlanğıc nədəndir, nədən gəlmişik? Fərqli nəzəriyyələr deyəcək. Böyük partlayış oldu, filan oldu, filan oldu. Son nə olacaq? Heç nə, sonda nə bilim, enerji tükənəcək, bitəcək, sıfırlaşacaq, hər şey yox olub gedəcək, bitəcək. Yəni, nə əvvəl onun üçün məlumdur, nə axır onun üçün məlumdur. Yəni, o düşüncənin həyat tərzi buna bənzəyir ki, elə ki, bir dənə kitabdır, kitabın əvvəl səhifələrdə qopubdur, son səhifələrdə qopubdur. Bilmirsən, bu başlayanda roman nədən başlayır və bitəndə də bilmirsən necə bitəcək. Həyat fəlsəfələri bu cürdür, amma inancılı insanın həyat fəlsəfəsi budur ki, İnna lillah və inna ileyhi raciun. Biz Allah'tanıq və biz hamımız da Allah'a dönəcəyik. Əvvəl də bizim üçün Allah'dır, son da bizim üçün Allah-u Teala'dır. Son yerimiz də Allah'adır. Böyük İslam filosoflarından Səbzəvəri Şərh Mənzumə kitabında belə bir beyt deyir. Mənzumə fəlsəfi bir kitabdır. İslam ilahiyyatını özündə əks etdirir, amma nəzmə çəkilib. Təsəvvür edin, adam fəlsəfədə, ilahi hikmət elmlərində o dərəcədə üstün bir insandır ki, fəlsəfi məsələlərin, ilahi hikmətləri izah edərkən bunların nəzm şəklində, yəni şeir şəklində yazılıbdır. Allahın zahir və batin olması barəsində belə deyir, Ya mən huvə ixtəfə li farti nurih, əz-zahiril batinu fi zuhurih. Deyir, ey nurunun şiddətindən dolayı gizli olan, öz zuhurunda zahir və batin olan. İlahiyyat elmlərində subuta yetib ki, Allah Taala'nın zatı zuhurun şiddətindən gizlidir. O qədər aşkardır ki, aşkarlığının şiddətindən dolayı gizlidir. Bu fikri başa düşmək üçün 3 müqəddiməyə ehtiyacımız var ki, 3 dənə mühüm məsələni bilmək lazım. Birincisi budur. Varlıq aləmi 2 qismə bölünür. İslam fəlsəfəsində bu deyirlər, vücud eyni, vücud zehni. Yəni bir real olan varlığın özü, bir də o varlıq barəsində mənim zehnimdə olan təsəvvür, məfhum, zehni varlıq. Bir şey öz-özlüyündə varlığı bir cür ola bilər. Mənim zehnimdə onun barəsində olan təsəvvürüm fərqli cür ola bilər. Bunlar bir-birindən fərqli ola bilər.
Aşkarlıq da, zuhur da bu cürdür. Varlığın bir özünə görə zuhuru var, aşkar olması var. Bir də mənə görə o varlığın aşkar olması var. Biz bir şeyin aşkar və ya gizlin olması barədə danışanda iki cəhətdən danışa bilərik. Biri öz-özlüyündə onun aşkar olması, biri də onun mənə nisbətdə aşkar olması, mənim üçün aşkar olması. Təbii ki, bunlar bir-birindən fərqli olacaqdır. Gələyində ikinci məsələ. İkinci məsələ budur ki, yenə ilahi hikmət elmlərində subuta yetirir ki, varlıq aşkarlığa bərabərdir. Gizlilik isə yoxluqdan başlanır, mənşəyi yoxluqdur. Yəni bir varlıq nə qədər mütləq olarsa, nə qədər kamil olarsa, nə qədər ali dərəcədə olarsa, bir o qədər kamil surətdə, ali dərəcədə aşkar olmalıdır. Onun üçün zuhur olmalıdır. Varlığın kamilliyi nə qədər azdırsa, nə qədər dərəcədə aşağıdırsa, həmin varlıq, onun da zuhur dərəcəsi o qədər aşağı olacaqdır, aşkarlıq dərəcəsi o qədər aşağı olacaqdır. Yoxluq nisbətində varlığın da aşkarlığı düşür. Yoxluq çoxaldıqca onun aşkarlığı itəcək. Varlıq daha qabarıq, daha mütləq olduqca aşkarlığı da daha qabarıq və daha mütləq olacaqdır. Demək, buradan anlayırıq, deyirik ki, hər hansı bir varlıq ən ali dərəcədə vücuda sahibdirsə, ən ali dərəcədə də zuhur etməlidir. Bu ikinci məsələ. Üçüncü müqəddimə, bir şeyin öz-özlüyündə aşkar olması ilə onun bizim üçün aşkar olması arasında bağlılıq yoxdur. Yəni, hər hansı bir varlıq ali dərəcədə aşkar varlıqdır. Gərək mənim üçün də o aşkar olar. Əgər mənim üçün aşkar deyilsə, deməli o ali dərəcədə aşkar deyil. Bu doğru fikirdir, bu bağlılıq yoxdur. Niyə? Nəyə əsasən bunu deyirik biz? Çünki biz varlıqların bizim üçün aşkar olması bizim əqli qüdrətimizdən asılıdır. Bizim əqli qüdrətimiz, bizim hiss üzvlərimiz məhduddur, mütləq deyil. Biz hər şeyi dərk edib, hər şeyi duyub, hiss edə bilmirik. Hər şey olduğu kimi dərk edə bilmirik. Məsələn, sadə bir misal çəkək. Məsələn, ağ rəng. Ağ rəngi biz ona görə dərk eləyirik ki, bir yerdə var, bir yerdə yoxdur. Müəyyən bir zamanda var, başqa bir zamanda yoxdur. Ona görə onu dərk edə bilirik. Əgər ağ rəng mütləq olsa, yəni belə təsəvvür edək də, hər şey ağ rəngdə olsa, heç bilməyəcəkdik ağ rəng nədir. Heç ümumiyyətlə rəng nədir, onu bilməyəcəkdik. Məhdud bir şeyləri bizim üçün dərk edə bilirik. Bizə nisbətdə zuhur budur. Hər şey ağ rəngdədir, ən aşkardır. Amma biz ondan xəbərsiz olacaqdıq. Bizim üçün aşkar olmayacaqdı. Özü üçün ən aşkardır. Bizim üçün isə aşkar olmayacaqdı. Və yaxud da ikinci misal çəkimizdir. Günəş şüası. Təsəvvür et ki, məsələn, günəş heç vaxt yerindən tərpənmir. Nə günəşin doğması var, nə batması var. Hər zamanda işıqdır, nurdur. Hər bir şeyi bu işıq sayəsində görəcəkdik. Çünki biz işıq sayəsində, nurun sayəsində görürük hər şeyi. Amma o nurun özündən, o işığın özündən xəbərsiz olacaqdıq. Bilməyəcəkdik ki, günəş nə olan şeydir, bu işıq ümumiyyətlə nur nə olan şeydir, onu bilməyəcəkdik. Nur, işıq ən aşkardır. Amma biz ondan ən çox qəflətdə olacaqdıq. Onun sayəsində aşkar olanları, varlıqları görüb onu daha bizim üçün aşkar hesab edəcəkdik. Amma bu varlıqları bizə aşkar edən o işıqdan biz xəbərsiz olacaqdıq. Başqa bir misal da çəkə bilərik. Məsələn, səslər. Təbiətdə elə səslər var ki, o səslər mövcuddur, amma bizim ondan xəbərimiz yoxdur. Niyə? Çünki bu səslər əzəldən mövcuddur. Biz hələ anamızın bətnində, atamızın belindən, anamızın bətnində gəlib, bu dünyaya gəlib, qulağımız eşidəndə o səslə gəlmişik biz. Ona görə o səsdən xəbərsizik. Əgər o səs birdən dayanıb, təzdən başlasa, təzdən o səs, o zaman eşidəcəyik onu. Amma davamlı olduğu üçün bizim ondan xəbərimiz yoxdur. Bax, səs var, mövcuddur və aşkardır. Həddən artıq da aşkardır. Özdə əzəldən bu səs mövcuddur yer üzərində. Amma bizim ondan xəbərimiz yoxdur. Biz ondan xəbərsizik. Biz ondan qəflətdik. Demək, bir şeyin öz-özlüyündə aşkar olması, onun bizə nisbətdə də eyni dərəcədə aşkar olmasını gərəkdirmir. Bunlar bir-birindən fərqli məsələlərdir. Hər şey öz ziddi ilə tanınır. Biz bir şeyin ziddini bildikdə onu dərk eləyə bilirik. Məsələn, biz nuru, işığı nə vaxt dərk edirik? Zülməti görəndə dərk eləyirik. İşıq olmayanda dərk eləyirik ki, işıq nə olan bir şeydir. Allah-u Teala, Haqq-u Teala elə bir varlıqdır ki, onun üçün yoxluq anlayışı mövcud deyil. Ki, onun ziddi yoxdur ki, biz Allahı ziddi ilə tanıya bilək. Ona görə Allah Teala ən aşkar varlıqdır, özünə görə ən aşkar varlıqdır. Amma bizə nisbətdə ən gizli varlıqdır. Çünki aşkarlığının şiddətindən bizim üçün gizli qalıbdır. Allah üçün bir zaman və məkan da yoxdur. Zaman və məkanın fövqündədir. Hər hansı bir zaman, hər hansı bir məkan ondan xali deyil.
hər zaman aşkardır, ən kamil surətdə aşkardır. Amma bu zuhurun, bu aşkarlığın kamilliyindən dolayı gizlidir. Səbəb, gizli qalmasının səbəbi həddindən artıq aşkar olmasıdır. Bayaq dediyimiz söz var da ki, İslam filosofları deyirlər ki, Allah-u Teala'nın zatı zuhurunun şiddətindən dolayı gizlidir. Bu anlamdadır. Zahir və batin bu anlamdadır. Bu anlamda deyil ki, Allahın bir hissəsi aşkardır, bir hissəsi gizlindədir. Bu cismani varlıqlara aiddir. Cisim və cismani varlıqlarda bir hissə aşkar olar, bir hissə gizlində qalar. Allah Teala cisim və cismanilikdən münezzəhdir. Allahda cisim və cismanilik yoxdur. Keçən dəfə əhəd sifətində danışdıq biz bunu. Qul huvallahu əhəd, de ki, Allah əhəddir. Yəni əhəd nədir? Heç bir hissəsi olmayan, mütləq bəsit olan, heç bir mürəkkəblik olmayan varlıq. Allahın bütün varlığı zahirdir və bütün varlığı da batindir. İkilik yoxdur, bir hissəsi zahir, bir hissəsi batin deyil. Tevhid-i sifat budur. Bir çox əqidələrdə burada çaşqınlıq yaranıb. Allahın sifətləri ilə zatını bir-birindən ayrı hesab ediblər. Deyiblər, Allahın zatı ayrıdır, sifətləri ayrıdır. Bəzilər hətta deyib ki, zat qədimdir, bəzilər deyib, sifətlər də qədimdir. 8 dənə zati sifət sayıblar, 8 zati sifət. Allahın zatı təəddüdül qudama deyilən bir termin var. Yəni, qədimlərin, əzəl olanların sayı olduğu şirk baş verdi. 9 dənə, 8 dənə əzəli varlıq çıxdı ortaya. Çünki sən bunları bir-birinə fərqləndirirsən. Fərqləndirsə bir-birindən ayrıdırlar. Bir-birindən fərqlənən iki varlıq sonsuz ola bilməz, məhduddular. Çünki birinin sərhədinin bitdiyi yerdə digəri başlayır. Amma Əhl-i Beyt məktəbi nə deyir? Əhl-i Beyt məktəbi deyir ki, Allah Teala'nın zatı əhəddir, təkdir, heç bir mürəkkəblik yoxdur. Allahın sifətləri zatı ilə eynidir, zat sifətdən fərqli deyil, sifətlər də bir-birindən fərqli deyil. Allah o cəhətdən alimdir ki, elə həmin cəhətdən də qadirdir. O cəhətdən həydir ki, elə həmin cəhətdən də Allah ruzi verəndir, dirildəndir, eşidəndir, görəndir. Yəni bu sifətlər Allah-u Teala'da bir-birindən fərqli deyil. Bunlar hamısı zatda eyniyyət təşkil edir. Fərqlilik bizə nisbətdədir. İndi sadə bir misal deyim. Məsələn, mən atam var. Mən deməli atama nisbətdə oğulam. Mənim də övladım var. Övladıma nisbətdə nəyəm? Atıyam. Bacımın övladı var, ona nisbətdə dayıyam. Qardaşımın oğluna nisbətdə nəyəm? Əmiyəm. Mən həm oğulam, həm atayam, həm əmiyəm, həm dayıyam. 4 dənəyəm mən? Yox. Mən vahidəm. Bunlara nisbətdə mənim adlarım dəyişir. Allah-u Teala'nın bila təşbih ki, bu bənzərliyi məsələ çəkməyək, zatı o qədər müqəddəsdir, zatında heç bir ikiliyə yeri yoxdur və sifətlər Allahın zatı ilə eynidir, sadəcə olaraq bizə nisbətdə biz hansısa bir sifətlə müraciət edəndə Allaha ya Hayy, ya Qayyum, ya Raziq, ya Alim, ya Qadir, ya Bəsir, ya Səmi deyə Allah Teala'ya müraciət edirik. Zahir və batin də bu cürdür. Allahın bütün varlığı zahirdir və bütün varlığı batindir. Əmir əl-Möminin Əli əleyhissalamın belə bir sözü var. Deyir, kulli zahirin qeyruhu qeyri batin. Bu yalnız Allaha məxsus olan bir məsələdir. Həzrət Əli əleyhissalam buna işarə etmək üçün deyir ki, Allahdan başqa hər bir zahir batin deyil. Yəni bir şey ki artıq o zahirdirsə, o batin deyil. Zahir üzdə olandırsa, aşkar olandırsa, o batin deyil. Allahdan qeyri hər bir batin də zahir ola bilməz. Yəni bir şey batindirsə, o artıq zahir ola bilməz. Yalnız Allahdır ki, həm zahirdir, həm batindir. Batinində zahirdir, zahirində batindir. Əhl-i Beyt əleyhissalamdan nəql olunan bir çox rəvayətlər də bu dediklərimiz, həmin o rəvayətlərdən çıxan məsələlərdir ki, alimlərimiz bu kəlamları düşünüb, bu fikirləri ortaya çıxardıblar. Xüsusilə də İmam Hüseyin əleyhissalamın ərəfə duası ki, çoxlarımız bunu bilirik. İmam Hüseyin əleyhissalam nə dedi? Keyfə yustədəllu aleykə bimə huvə muftəqirun fi vücuduhu ileyk. İlahi bir şey ki öz varlığında sənə möhtacdır, onu ilə sənə necə dəlil gətirmək olar? Bax, məsələ burada deyir, əyəkunə li qeyrikə minəz-zuhuri mə leysə lək, hətta yəkunu huvəl muzhiri lək. Səndən qeyrisi, səndən daha aşkar ola bilərmi ki, o səni aşkara çıxartsın? Hər şeyi aşkara çıxardan deyir, sənsən. Səndən qeyrisi səndən aşkar ola bilməz ki, səni o aşkara çıxartsın. Və yaxud da başqa bir yerdə həmin ərəfə duasının digər bir yerində buyurur. Və entəl-ləzi la iləhə illə qeyruk. Sən o ilahsan ki, səndən başqa heç bir ilah yoxdur. Təərrəftə li kulli şeyin. İlah özü hər şeyə tanıtdırmısan.
Fəmə cəhiləkə şeyun, heç bir şey səndən xəbərsiz deyil, hər şeyin səndən xəbər var. Heç kəs sənə nisbətdə səni tanımaya bilməz. Çünki özü hər şeyi tanıtdırmısan. Və əntəlləzi təarrafdə iləyyə fi kulli şeyin. İlahi, sən hər şeydə özü mənə tanıtdırmısan. Mən hər şeydə səni görürəm, hər şeydə sənin əsəri, nişanə və əlamətini görürəm. Və əntəlləzi təarrafdə iləyyə fi kulli şey, hər şeydə özünü mənə tanıtdırmısan. Fərrəəytükə zahirən fi kulli şey, hər şeydə səni aşkar görürəm. Və əntə zahiru li kulli şey, hər şey üçün aşkar olan da sənsən. Və yaxud da bildiyimiz məşhur hədis Əmir əl-Möminin əleyhissalamdan soruşdular. Bir nəfər dedi ki, ya Ali, Rəbbinə ibadət edərkən onu görmüsənmi? Zeyləb soruşur Əmir əl-Möminindən. Deyir, görmədiyim Rəbbə ibadət etmərəm. Soruşur ki, ya Ali, necə gördün? Keyfə rəəytəhu? Əmir əl-Möminin cavabı nədir? Vaylək. لا تدركه العيون في مشاهدة الأبصار ولكن رأته القلوب بحقائق الإيمان. Vay olsun sənə. Gözlər müşahidə etməklə onu dərk eləyəməz, onu əhatə eləyəməz, görənməz. Qəlblər iman həqiqətləri ilə onu görə bilər. Və yaxud da İmam Muhammed Baqir əleyhissalamın eyni məzmunda bu hədisine qullanır. Bir dənə xəvaricdən biri İmam Baqir əleyhissalamın yanına gəlir, deyir ki, Əbu Cəfər, nəyə ibadət eləyirsən? Bu xəvariclərin adətən belə olur da sualları. Tikanlı danışarlar, cobut danışarlar. İndiyə kimi elə həmin xarakter bunlardan gəlir. Çünki bunlar İslamın da deyirlər, İslama aid deyirlər. İslamda olan bir xərçəng xəstəliyinə bənzəyirlər. Ya o üzvü kəsib atmaq lazımdır, ya da onu kimyoterapi eləmək lazımdır. Kimyoterapi ilə falanla bir tər görək də bununla biz gedirik də. Bunu kəsib atmayınca bundan insan sağala bilmir. Əmir əl-Möminin əleyhissalam xəvarici bənzədirdi quduz itə. Haşa, quduz it, məsciddən haşa, bir adamı qaparsa, dişləyərsə, quduzluq xəstəliyinə tutular, ölər. Ki, xəvaric kimə diş atdı, kim xəvaricin o yalancı, aldadıcı şuarlarına aldandı, o ilə getdi, məhv oldu, getdi. Onun geri qayıtması Allahın bir möcüzəsi, bir lütfu olar ki, geri qayıda bilər, dönər. Xəvaricin çoxu bu cür olub. İndi də onların o davamçıları, görürsən, nə danışıqlarında bir ədəb var, əxlaq var. Təkfir əqidəsi bunların içində olub. Bunlar ancaq bir-birini təkfir eləyiblər. O bir alimin bir söz vardı, çox gözəl bir söz deyir. Deyir ki, bu təkfir düşüncəsi var, başqasını kafir hesab etmək. Bu xəstəlikdir, psixoloji bir xəstəlikdir. Bir dənə baxın, deyir, siz o təkfirçilərə. Əvvəl başlayırlar özlərindən başqa hamını təkfir etməyə. Özlərindən olmayanı, Muhammed İbn Abdülvəhhabın fikrində olmayan, İbn Teymiyyanın fikrində olmayan hamısı deyirlər ki, kafirdir. Filan kəs sapıqdır, azğındır, filan təriqət azğındır, filan məzhəb azğın. Hamını elədilər azğın, sapıq, kafir. Birinci deyir, bununla başlayırlar. Bu bitəndən sonra nə edirlər? Başlayırlar bir-birini təkfir eləməyə. Öz adamlarıdır, öz dostlarıdır, bir yerdə bir mənbədən su içiblər. Deyir, filan kəs minhəci səhvdir. Filan kəs xəvaricdir, filan kəs kafirdir, filan kəs nə bilim mumeyhidir, filan kəs filan hizbidir. Cürbəcür adlar çıxır, başlayır bir-birlərini təkfir eləməyə. Bu da bitəndən sonra deyir, neyinir? Durur güzgün qabağında özünü təkfir eləyir. Başlayır özünü kafir çıxartmağa. Bu xəstəlikdir, bu İslam deyil. Xəvaricdən bir nəfər gəlir İmam Baqir əleyhissalama, İmam Baqir əleyhissalama sual verir. Deyir ki, eyyü şeyin tə'budu, nəyə ibadət eləyirsən? İmam təvazökarlıq deyir, Allah. Allaha ibadət edirəm. İndi bu xəvaric təzəm sual verir. Həl rəəytəhu, Allahı görmüsən sən? İmam deyir, ləm tərəhul uyun bi müşahidətil əyan. Gözlər onu belə aşkar müşahidə etməklə görə bilməz. Və lakin rəəthul qulub bi haqaqil iman. Qəlblər onu iman həqiqətləri ilə görər. La yu'raf bil qiyas. Müqayisə ilə tanınmaz. Yəni Allahı istən tanıyasan, başqa varlıqla Allahı müqayisə eləyəsən, tanıyasan, yox. Çünki heç bir varlıq Allahla müqayisə olunmaz. Müqayisə ilə tanınmaz. Və la yudrək bil həvas. Həva hisslə, hiss üzvləri ilə dərk olunmaz. Mümkün deyil hiss üzvlərindən dərk eləyəsən. Görəsən, dadasan, toxunasan. O İmam Rıza əleyhissalama zındığın biri dedi ki, dedi, əgər onu görmürəmsə, əvvəl belə sual verir, dedi, keyfə huva, o necədir? İmam dedi, necəliyi yaradan odur. Necə soruşsan, o necədir? Yəni Allah vardı, keyfiyyət yoxdur, Allah keyfiyyəti yaradıb. Yaradıb məxluqatları, keyfiyyət ortaya çıxıb. Bir şey ki, Allah onu yaradıb, necə onu Allaha sən qaytarırsan, soruşsan ki, Allah necədir? Deyir, eynə huva, hardadır o? Deyir, haranı yaradan odur, necə soruşsan o hardadır? Bu cür suallar İmam hamısının cavablarını verəndən sonra qayıdır bunu deyir ki, yaxşı, əgər gözümlə onu görmürəmsə, əlimlə toxunmuramsa,
qoxulaya bilmirəmsə, mən necə inanım o var? İmam deyir, vay olsun sənə, hiss üzvlərin onu dərk etməyəndə inkar edirsən. Amma bizim hiss üzvlərimiz Rəbbimizi dərk etməyəndə anladıq ki, Rəbbimiz heç bir şeyə bənzəməz. Allah hisslərimizin fövqündədir. Mümkün deyil bu hiss üzvlərimizlə dərk edək. Ona görə imam nə deyir? La yudrak bil havas, hiss üzvlərindən dərk olunmaz. Və la yüşəbbəhu bin nas, insanlara bənzədilməz. Bəziləri insan sifətləri verirlər Allaha. Əl, ayaq, bud, oturmaq, qalxmaq. Sadəcə keyfiyyəti bizə bəlli deyil, şeydən güya mücəssiməlikdən, cismanilikdən çıxırlar, amma çıxanmırlar. İsbat etməyinə sən mürəkkəblik yaratdın və cismani nisbət verdin. Mavsufun bil ayat, Allah ayələrlə vəsf olunar. Mərufun bil əlamat, əlamətlərlə tanınır. Biz Allahı ayələri ilə tanıyırıq, nişanələri ilə tanıyırıq, əlamətləri ilə tanıyırıq. Heç birimiz Allahın zatını tanıya bilmərik. Allahın zatını tanımaq bizim idrakımızın fövqündədir. Bizim Allah tanımamız nə cürdür? Biz Allahı yaratdıqlarının nişanələri vasitəsilə Allah tanıyırıq. Sadə bir misal çəkimdə, məsələn, elektrik cəryanının həqiqəti nədir? Oturub fikirləşdirib bilməyəcək nədir? Nəsə, cərəyandır da. Yaxşı, bax, deyirsən, bu naqildə cərəyan var. O naqildə də cərəyan yoxdur. Belə baxırsan, sənin üçün heç bir fərqi yoxdur da. Tutaq ki, ikisinin də üstü açıqdır. İkisi də alüminium məftildir, məsələn. Amma birini əl vursan, səni elektrik cəryanı vurar, səni öldürər. O birisini əl vursan, heç nə olmaz. Biz cəryanı nədən bilirik? İşıq yanırsa cəryanı bilirik. İşıq yanmırsa, deməli, elektrik cəryanı kəsilib, yoxdur. Əlamət onun varlığına dəlalət eləyir. Və yaxud da elektriklərdə olur da, əllərində atverk olur, görsən, vurur şunurun üstünə, qırmızı işığı yanan kimi indikator deyirlər, nə deyirlər. Bilir ki, burada cəryan var. Yoxdursa rahat işləyir orada. Əlamətdən bilirik. Allahın nişanələri əlamətlərindən biz bilirik ki, Allah Teala mövcuddur. Bu varlıqlardakı əsrarəngiz elmi, dəqiqliyi, nizamı görəndən sonra heyrətə gəlib deyir ki, Allahın elmi sonsuzdur, Allahın qüdrəti sonsuzdur. Nişanələrlə tanırıq. Qüdrətin həqiqətini bilirik, nədir? Yox, bilmirik. Elminin də həqiqətini bilə bilərik, nədir? Yox, bilmərik. Çünki Allahın elmidir, qüdrətidir, Allahın sifətləridir. Bunlar Allahın zatı ilə eynidir. Zatı dərk edə bilmədiyimiz üçün ağlımızla, Allahın sifətlərini də ağlımızla dərk edə bilmərik. Bu sözləri dedi İmam Baqir əleyhissalam həmin xavaricə. Sonra dedi, la yəcuru fi hukmi. Allah hökmündə zülm etməz. Allah hökmündə zülm etməz. Zəlikallahu la ilahə illəhu. Bu Allahdır ki, ondan başqa heç bir ilah yoxdur. Deyir, ravi deyir, həmin o xavaricdən olan kişi deyir. Durub getdi, gedəndə deyir, bu ayəni oxudu. Allahu a'lamu heysu yec'alu risalətə. Allah öz risalətini, yəni dinini harda qərar verəcəyini daha yaxşı bilir. Bu Quran-ı Kərimdən bir ayədir ki, bu onu göstərir ki, Allah peyğəmbərliyi hər kəsə vermir. Allah imaməti hər kəsə vermir. O kəslərə verir ki, Allah onların doğru olacağını öncədən bilir. Əmanəti daşıya biləcəklərini, əmanəti ilahi əmanəti daşıya biləcəklərini bildiyi üçün onları da peyğəmbər seçmiş və imam seçmişdir. Allah Teala bizi Allahı tanımaqda müvəffəq eləsin inşallah. Peyğəmbər və ali peyğəmbərin uca məqamına salavat zikr edək. Allah